Sonra hədisdə varımızdır, Əynər Rəcəbi gün qiyamətin günündə məşhur sözdür bu ki, çağırılacaq Rəcəb ayının oruç tutanları gəlsin ki, bura. Hətta məsələn, üləma deyirlər, bir adam bəzi əməllərdən, bu müstəhəbbə əməllərdən bəzisini eləsə, elə o çağırışda o da gedib yana bilər orada. Məsələn, biri elə Rəcəbdə qəzasını tutub, indi onun o fikri məsələlərinə də hökman işarə elərik. Çünki möminlər bəzən qarışdırırlar orada. Məsələn, bir qəzasını tutub Rəcəbdə, atasının qəzasını tutub, anasının qəzasını tutub. O da gedib o cərgədə dayana biləcək. Çünki bir adam qəza orucunu tutsa Rəcəb Şəban ayında, o niyyətlə həm Allah Teala onun qəzasını qəbul eləyir, həm də elə həmin günün Rəcəbin də savabı. Yəni fərq də qoymayıb rivayətlər. Bir adamın boynunda qəzası yoxdur, Rəcəbin orucunu tutur, məsələn ona 10 kilo savab verirlər. Bir adam amma qəza niyyəti ilə tutsa ona 5 kilo, bu da yoxdur. Əksinə elə bu bir çox qazanır. Həm qəzası boynundan götürülür, həm də ki savabı da verilir. Çünki mütləq mənada deyilib ki, yəni kim Rəcəb ayında oruç tutsa, hətta indi qəzadır, müstəhəbbidir, onu təyin edəməyib. Təyin eləməyib, bəli. Hətta məsələn, bir adam Rəcəbi başdan ayağa oruç tutmayıb. Orada çağırırlar Rəcəb ayında oruç tutanlar gəlsin, yığışsın bura. Bu da 2 gün tutub. Tutub da. Hətta məsələn, biri müstəhəbbi tutub ki, bir mömin dəvət edib onun orucunu açdırmağa, açıb. Günün yarısında. Əlbəttə o müstəhəbbi tutana aiddir da, qəza tutana yox. O da gedib dayana bilər o cərgədə. Çünki deyilməyib ki, Rəcəbin başdan ayağa hamısının orucu. Deyilməyib ki, Rəcəb ayının orucunu tutanlar. Məsələn, başqa müstəhəbbi əməllər də o cürədir. Məsələn, bir adam belə 5-10 dəfə cümə qusulu versə, çağırılanda o da gedə bilər. Bir adam məsələn, arada bir 2 rəkət gecə namazı qılıb, çağırılanda o da gedib dayanadır. Mənim gücüm buna çatırdı, qılmışam da. Mən qıldığım mənim gündüz namazıdır, gecə namazıdır da qılmışam bu cürə. Onlar da var bu şeydə, Rəcəb ayında. Və o möminlər burasına biraz diqqət eləsinlər ki, məsələn, qəzası olanlar hökman qəza niyyətini eləsinlər. Hökman qəza niyyətini eləsinlər, yoxsa məsələn, müstəhəbbi niyyət eləsələr batildir. Nə qəza hesab olunmayacaq, nə müstəhəb. Çünki qəza orucu olan müstəhəb oruç tuta bilməz. Hətta qəza orucu olan oruc nəzir də eləyə bilməz. Məsələn, mənim boynumda qəza orucum var. Deyirəm, Allah filan işim düzəlsin, inşallah 2 gün oruç tutaram. O nəzirdə münəqid olmur. Bütün şeydir.